Bismillahirrahmanirrahim. La hamde ve la kuvvete illa billahil aliyyil azim. Nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve neşkuruhu ve netevesselu ileyhi ve netevekkelu aleyhi ve nusalli ve nusallim ala khiyaratihi fi halqihi hafizi sirrihi ve mübellighi risalatihi Seyyiduna ve Nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibine tahirinel ma'sumin siyyuma bagiyetillahi fil aradin ruhi ve ervahil alemine lehul fida. Allah tutulan bütün oruçları, edilen ibadetleri, duaları öz dərgahında qəbul eləsin inşallah. Artıq Ramazan ayının günlərini yaşayırıq. Bu rəhmət, məğfirət və bərəkət ayı olan, fəzilət ayı olan, şərafət ayı olan aydan mənəvi bəhrə aparırıq. Bu ayda qeyd etdiyimiz kimi insanın ruhunun təlim tərbiyəsi, ruhunun təskiyə olunması Ramazan ayında çox rahatdır, çox əlverişli bir fürsətdir ki, insan öz ruhunu, öz qəlbini bu çirkablıqlardan, günah çirkablıqlarından təmizləsin, paşlasın. Allah'a yaxınlaşma hər bir insanın fitri bir istəyidir. Hər bir insan Allah'a can atır, Allah'a çatmaq üçün. İnsanın ən dərin fitri istəyi mənəvi kamilliyə qovuşmasıdır, çatmasıdır ki, o zirvəni, o kamal yolunu qət eləsin. İnsan daim bu itkinin axtarışındadır. Yəni, insan bir qərardır, insan öz aramlığını itirib. Nə üçün? Buna görə ki, insan həyatda yaradılış mənşəyini, yaradılış qayəsini, hədəfini o etdiyi günahlarla öz yolunu itirib, azıb. İnsan daha ali məqama çatmaq arzusu ilə yaşayır. Ki, insan daim arzu edir ki, mən daha ali bir məqama, rütbiyə, Allah yanında ulaşım, o məqama çatım. Və insan öz mərifətini artırmaq və daxilən hiss etdiyi boşluğu doldurmaq üçün səy eləyir, çalışır, əlindən gələni eləyir. Təbii ki, məsuliyyətli və ciddi bir insan. Əgər biz istəsək bu boşluğu, bu arzuları həyata keçirdək, bu itkini tapaq, mütləq şəkildə bu yalnız Allahın bizə inayət elədiyi fitrətimizlə, ağlımızla, ilahi peyğəmbərlərin, övliyaların, səmavi kitabların bizə göstərdiyi xidmətlə, əlimizdən yapışmaları ilə bu itirdiklərimizə, bu ali dəyərlərə çata bilərik. Baxın, irfan, yəni mərifət, Allaha çatmaq, Allahda yox olmaq, irfan hissi bütün insanların fitrətinin dərinliyində mövcud olan bir hissdir. Yəni, Allah insanı fitrətən özünə meyilli yaradıb. Allah insanı elə biçimdə yaradıb ki, insan daim öz Rəbbinin axtarışındadır.
mən hardan gəlmişəm, hardayam, hara gedəcəyəm ki, bizim həyatımızın mühüm kilidi suallarındandır. Və təbii ki, insan öz istedadları ilə, öz bacarığı ilə bir həddə qədər bu özündə olan, Allaha olan ehtiyac hissini həll eləyə bilər, öhdəsindən gələ bilər. Amma mütəal Allah baxır ki, insan çox zəifdir. İnsan zəif olması ilə yanaşı günahla birlikdə o zəifliyini daha da əlindən verib. Yəni, bir həddə çata bilərdi, günahla onları da əldən verib. Və mütəal Allah bizim o ali dəyərlərə çatmağımız üçün məhz ilahi övliyaları, peyğəmbərləri, məsumları bizim üzərimizə göndərir ki, bizi o hədəfə yaxınlaşdırsın, o hədəfə çatdırsın. Və həqiqi fitrətinin ehtiyacını ödəmək istəyən, öz ali varlığına yol tapmaq istəyən insan, o nəhai ləzzətlərə yol tapmaq istəyən hər bir insan gərək peyğəmbərlərin əlindən yapışsın, ilahi övliyaların əlindən yapışsın. Onların ardınca getmək, onların göstərişlərinə əməl etmək insanı daha tez hədəfə çatdırır və insanı müvəffəq eləyir, uğur əldə eləyir insan. Çünki onlar kamil varlıqlardır. Onlar bu yolu qət eləyən şəxsiyyətlərdir. Ona görə Allah onları bizim üçün ulğu və nümunə qərar verir. Ki, Allah buyurur ki, Peyğəmbərdə gözəl əxlaqi xüsusiyyətlər var, səciyyələr var. Allah bizi o Peyğəmbərdən dərs götürməyə təşviq eləyir, əmr eləyir. Daxilimizdəki Allaha yaxınlaşmaq istəyinə lazımi qədər diqqət yetirsək, diqqət ayıra bilsək, insan nəyin axtarışında olduğunu anlayacaq. Sadəcə biz o diqqəti, o qayğını fitrətimizə, özümüzə vermirik. Ona görə hədəfdən yayınırıq. Əgər insan öz fitrətinin səsinə qulaq asa bilsə, ağlının səsinə qulaq asa bilsə, peyğəmbərlərin səsinə qulaq asa bilsə, çağırışını ləbbeyk deyə bilsə, təbii ki, insan öz hədəfini bulacaq. Nəyin dalıcadır, nəyə çatmalıdır, nəyin axtarışında olduğunu insan tapacaq. Təbii ki, amma bu istək nəfsani istəklərin əsiri olsa, elə zənn edəcək ki, elə istəklərimiz nəfsani istəklərdir. Baxın, insan öz fitrətindən, öz ağlından, o ali dəyərlərdən uzaq düşdükdə, öz nəfsani ehtiyaclarının əsiri olsa, ancaq yemək, içmək, yatmaq, əylənmək, ancaq maddiyyat. Yəni, maddidən qeyri bir başqa bir şeyi düşünə bilmir, anlaya bilmir. Əgər belə olsa, insan öz nəfsinin əsiri olacaq. Və elə zənn eləyəcək ki, elə ancaq və ancaq insanın maddi varlığının ehtiyaclarını ödəməlidir. Ruhi tərəfini anlamayacaq, başa düşməyəcək. Ruhu nəyi istəyir, fitrət nə istəyir, fitrət nəyə bizi sürükləyir, onu anlamayacaq. Baxın, bir hədis söyləyim. Bir nəfər İmam Sadiq ağanın hüzuruna gəlir. İmam Sadiq ağaya deyir ki, ey Peyğəmbər övladı, mənə nəsihət edin. İmam Sadiq ağa buyurur ki, lə yəfqidukəllahə həysu əmrək
və la yerəkə heysun nəhak. Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə isə hazır görməsin. Baxın, çox möhtəşəm hədisdir. O ki, dedik, insan nəfsinin əsiri olur, ancaq maddi tərəfini düşünür. İndi necə eləyək ki, biz öz maddi və ruhi tərəflərimizi, maddi ehtiyaclarımızı ələ gətirmək çox asandır və rahatdır. Ruhun ehtiyaclarına yol tapmaq, ruhun mənəvi istedadları çözmək, onları anlamaq və onların ehtiyacını ödəmək daha bacarıq və qüdrət tələb eləyir. Bunda daha çox zirəngli insan göstərməlidir. İmam Sadiq ağa bu məsələni bizə çözür, bizə başa salır. İmam Sadiq ağa buyurur ki, Allah səni əmr etdiyi yerdə qaib görməsin. Allah harda ki sənə əmr eləyir, o yerdə hazır ol. O yerdə yox olma, gizlənmə. Harda ki Allah səni əmr eləyir, orada Allah səni görsün. Orada Allah səni tapsın. Orada Allahın əmrində hazır ol, icra elə. Allah namazı əmr eləyir, namazı əda elə. Allah sənə ildə bir ay oruç tutmağa əmr eləyir, Allahın əmrini Ramazan ayında hazır ol. Müəyyən o şəraitlərə uyğun olaraq. Ki, xəstə deyilsən, səfərdə deyilsən, qoca deyilsən. Bu deyilən oruç tutmaq sihhəti sənə əl verirsə, sənin boynunda vacibdir. Allahın orada əmrini əda elə. Və buyurur ki, İmam, Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə, çəkindirdiyi yerdə, istəmədiyi yerdə Allah səni hazır görməsin. Yəni, harda ki haram var, harda ki insanın əqlinin ziddinə, fitrətinin ziddinə bir iş var, günah işi var, orada Allah səni hazır görməsin. Orada yox ol, orada tapılma. İnsan əgər Allahın əmrlərini icra eləsə, hədisin məzmunu budur ki, Allahın əmrlərinə tabi ol, Allahın haramlarından çəkin. Əgər belə olsa, həyatın, yaşamın, fitrətinin, əqlinin Allahın əmrlərinə uyğun olaraq yaşam tərzi olacaq. Bəli, halbuki fitri ehtiyac yalnız Allaha yaxınlıqdır. Diqqət eləyin, yalnız və yalnız Allaha yaxınlıqdır. Bizim fitrətimiz daim bizi Allaha səsləyir. Səmavi kitablar, ilahi şəriətlər, bütün peyğəmbərlər insanın mənəvi təkamül yolunda Allaha yönəlmək üçün mənəvi təkamül yoluna yönəldən ilahi vasitələrdir. Hamısı, bütün peyğəmbərlər, səmavi kitablar, ilahi övliyalar, hamısı bunun üçün gəlib ki, bizi Allaha yönəltsin, bizi Allaha çatdırsın. Allaha gedən salik bir bəndə ən böyük təhlükə rahat tələblik və tənbəllikdir. Baxın, mən istəyirəm Allaha çatam, Allaha qovuşam. Amma təbii ki, bu yolun bir ciddiyyəti var, bu yolun bir məsuliyyəti var ki, gərək Allaha bəndə olmaq üçün Allahın müəyyən qoyduğu qayda qanunlara, əmr və qadağalara riayət eləməlisən ki, o hədəfə çata biləsən. Əks halda sənin üçün qeyri-mümkündür. İnsan üçün də Allaha çatmağa maniyə yaradan, ciddi problem yaradan rahat tələblik və süslükdür, tənbəllikdir. Mənəviyyət və kamal axtarışında olan bir insan gərək əbədiyyat evinin, axirət evinin ciddiliyini və məsuliyyətini dərk etməlidir. Və bunun üçün əzimkarlıqla, ciddiyyətlə çalışmalıdır. Necə ki, Həzrət Əmir Əl-Müminin buyurur ki,
axirətə, ölümdən sonraki həyata işarə eləyir. Yol uzun, azuqə isə az. Yəni, əgər sən axirətə, əbədiyyət evinə meyilli bir insansansa, inanclı bir insansansa, təqvalı bir insansan, gərək axirətin üçün ciddi şəkildə çalışasan və məsuliyyətlə. Təbii ki, bu yolda şeytan başlıca ən böyük düşməndir bizim üçün. Ən böyük düşmən Allahın yolunda şeytandır. O and içib. O and içib insanları azdıracaq. İnsanları Allahdan uzaqlaşdıracaq. Şeytanın məqsədi, hədəfi insanları doğru yoldan azdırmaqdır. Şeytan üçün kamilləşmək istəyən insan maraqlıdır. Diqqət edirsiniz. Şeytan üçün üzərində ciddiyyətlə, mənəviyyatına ciddiyyətlə qulluq eləyən, baxıcılıq eləyən, ruhunun islah yönündə ciddiyyətlə çalışan insan üçün, şeytan üçün çox maraqlı insandır. Diqqət edirsiniz. Biraz ifadə çox qəribə səslənir də. Mən, sən mömin, hər bir oruç tutan, hər bir ibadət eləyən şeytan üçün maraqlı bir varlıqdır, maraqlı bir insandır. Niyə? Çünki mən Allaha doğru hərəkət eləmək istəyirik, Allaha doğru istiqamət götürmək istəyirik, Allaha çatmaq istəyirik, yaxşı olmaq istəyirik. Və şeytan da istəmir. Şeytan da istəmir ki, biz kamilləşək, kamal tapaq, ruhumuz böyəlsin. İnsan kamal yolunda irəlilədikcə, şeytanın da hiləsi, nəkri, düşmənçiliyi daha da şiddətlənir, daha da çoxalır. Və şeytanın son nəfəsədək insanla mübarizə aparmağı, insanı son nəfəsinədək onu azdırmaqdan, onu kafir etməkdən, onu Allahdan uzaqlaşdırmaqdan əl götürmür, son nəfəsinə qədər. Baxın, şeytan özü and içib Allaha. Deyir, şeytan dedi, qalə, fəbi-izzətikə, and olsun izzətinə, ləəğviyyənnəhum əcməin. And olsun izzətinə, onların hamısını azdıracam. Onların hamısını azdıracam. Sad surəsi ayə 82. Baxın, şeytan and içib Allaha ki, onların hər birini azdıracam. Kimlər? Onlar ki, ciddiyyətlə üzərlərində, mənəviyyatlarının üzərində işləyirlər. Şeytan and içib ki, onları azdıram. Amma Allah deyir ki, mənim müxlis, ixlaslı bəndələrimdən başqa heç birini azdıra bilmərsin. Onların yaşamı, onların bütün hədəfləri, qayələri mənlə müamilədir, mənlə alış-veriş edirlər. Onları azdıra bilmərsin. İmam Sadiq ağa buyurur ki, öz sahabəsinə, ey Abdullah, şeytan bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Baxın, inanclı mömindən gedir söhbət. Ki, şeytanın işi, gücü o mömini azdırmaqdır. Onu hədəfdən azdırmaq, yayındırmaqdır. Bəli. İmam Sadiq ağa bilir, onun işi, gücü bizim dostları Allaha doğru gedən yoldan azdırmaqdır. Başqa bir məqsədi yoxdur. O, məcazi mənada desək, Allahın qapısının itidir. Mən istəyərdim artıq ruhumuzun tərbiyə olmasında mühüm amillər ki var, ki onlar bizim həyatımızda yer tapsa, bizim ruhumuz tərbiyə olar, artıq bunlara keçid alım. Ki, əgər istəyiriksə ruhumuzu tərbiyə edək və qurtuluşa çataq,
gərək bu deyilən xüsusiyyətlər bizdə olsun. Əgər bu xüsusiyyətlər bizdə olmasa, mümkün deyil ruhumuz tərbiyə olunsun, ruhumuz islah olunsun. Mən bugün birinci tərbiyə üslubundan başlayacağım. Allah ömrü versə, inşallah Ramazan ayı bitənə qədər siz əzizlərlə bu mövzuları bölüşəcəm. Baxın, ilk öncə ruhun islah olması yönündə, ruhun tərbiyə olması yönündə gərək insanın halı, mənəvi halı, ruhiyyəsi yaxşı olsun. Əvvəl gərək insan özü iqrar eləməlidir, özü boynuna almalıdır ki, ilahi, mənim mövcud olan mənəviyyatım, bəndəçiliyim ürək açan deyil. Mövcud vəziyyət yaxşı deyil. Baxın, mən Allaha etiqadlı bir möminəm. Əgər mənim bu etiqadım, bu əqidəm mənim mənəvi halımı yaxşı etmirsə, bu əqidə mənim dərdimə dəymədi. Əqidə o zaman yaxşı olur ki, o əqidə səni, ruhunu, mənəviyyatını düzəltsin. Məsələn, Allaha inanıram, təvhidpərəstəm, amma günah eləyirəm. Deməli, o inancın, o Allaha olan əqidən möhkəm deyil. Baxın, mən yaxşı əməl edirəm. Əgər bu yaxşı əməllərimiz bizim mənəviyyatımızı islah eləmirsə, düzəltmirsə, tərbiyə eləmirsə, o yaxşı əməllər o deyilən keyfiyyətdə deyil. Baxın, Ramazan ayının duasında nə oxuyuruq? Allahümmə qayyir su'ə halina bi husnə halik. İlahi, pis halımızı öz yaxşı halınla əvəz elə. Çox möhtəşəm duadır. Gözü Ramazan ayının dualarına diqqət eləyin, mənalarına diqqət eləyin. Yəni, ilahi, mənim mövcud olan halım, bəndəçilik halım, ruhiyyəm ürək açan deyil. Öz pis halımdan, mənəviyyatımın pisliyindən sənə şikayət edirəm. Və istəyirəm sənin öz yaxşı halınla mənim pis halımı əvəz eləyəsən. Ayədə nə deyir? Allah rənginə boyanın. İlahi, mən istəyirəm ilahi rəngə boyanam. Və gərək yaxşı işlərin və əməllərin səmərəsi bu olsun ki, bizim pis halımızı yaxşı hala çevirsin. Bizim ruhiyyəmizi dəyişsin müsbət, yəni Allaha çatmaq yönündə. İnsanın mənəvi halı daha yaxşı olmalıdır. Və bunun üçün insan öz üzərində ciddiyyətlə çalışmalıdır. Ciddiyyətlə öz islahı yönündə öz qarşısına proqram töhməlidir. Ramazan ayında bu işləri görmək üçün bizə kömək eləyir, əlimizdən yapışır. Bu ayda mütəal Allah bütün rəhmət qapılarını üzümüzə açıb heç, həm də şeytanı zəncirləyib. Artıq şeytan bizə nüfuz eləyə bilmir. Və hər bir müminin alıb verdiyi nəfəsi hədislərə əsasən zikr hesab olunur. Və insan yuxusu Ramazan ayında bir müminin, bir oruç tutanın Ramazan ayında onun yuxusu bilə Allahı zikr eləməkdir, ibadət hesab olunur. Amma insan bu ayda gərək öz mənəvi boşluqlarını tapa və onun üzərində ciddiyyətlə işləyə, ciddiyyətlə o özündə olan rəzilə xüsusiyyətləri öz ruhundan ata kənara,
öz ruhundan təmizliyə. Baxın, əziz Peyğəmbərimizin zamanında bir dəstə ərəblər gəldi, dedi ki, ya Peyğəmbər, biz sənə iman gətirdik. Əziz Peyğəmbər, Allah Teala ayə göndər ki, ya Peyğəmbər, onlara dinən, siz hələ İslam gətirmisiniz. İslam dinin müəyyən zahiri hökmlərinə şəhadət vermisiniz. Allahı qəbul eləmişsiniz, Peyğəmbərini, onun kitabını. Amma iman qəlbin prosesidir. İman qəlbin işidir ki, insan qəlbən, dildə dediklərinə qəlbən çatanda artıq insan, bəli, o həqiqi iman gətirənlərdən. Ona görə bəzi ayələrdə Mütəallə Allah buyurur ki, ya eyyuhəllədinə əmənə, əminu. Ey iman gətirənlər, iman gətirin. Yəni, hələ siz dildə dediklərinizi həyatınızda, qəlbən, əməl və rəftarınızda təsdiqləməmişsiniz, həyata keçirtməmişsiniz. İmam Hadi deyir, İmam Əli əleyhissalam buyurdu ki, Allahın Rəsulundan soruşdum, iman nədir? Deyir, Həzrəti Rəsulullah dedi ki, təsdiqun bil qəlb və iqrarun bil lisan və əməlun bil ərkan. İman üç şeydir. Qəlbin təsdiqi, dil ilə iqrar etmək, təsdiqləmək, bədən əzaları ilə əməl etmək. İman budur. İnsan əgər bu üç məsələni qəlbi ilə təsdiq eləməyi, dili ilə iqrar etməyi, bədən əzaları ilə əməl etməyi, bunların hər üçünü icra eləməsə, imanı naqisdir, natamamdır. Ona görə Mütəallə Allah bizə orucu vacib eləyib ki, bu deyilənləri qəlblə təsdiq, dil ilə iqrar etmək və bədən əzaları ilə əməl etmək, bu mərhələləri qət eləyək. Artıq biz Ramazan ayında qəlbimizlə orucluğa, onun əzəmətinə sarılmışıq və dil ilə iqrar edirik. Onun mübarək dualarını oxuyuruq, mənalarına diqqət eləyirik və bədən əzalarımızla imsakdan iftara qədər ac və susuz qalmaqla Allahın əmrinə təslim olmağımızı Allaha təqdim eləyirik. Və Allah Teala özü Qurani Kərimdə buyurur ki, bəziləri deyir, iman gətirmişik, amma yalan deyirlər. Çünki İslam onlar üçün bir dənə şəxsiyyət vəsiqəsinə çevrilib, bir kimliyə çevrilibdir. Amma iman ki, qəlbin prosesidir. İman odur ki, qəlb qəbul etsin və dil iqrar etsin və bədən əzaları ilə Allahın o əmrlərinə tabi olasan, icra edəsən. Və Ramazan ayında bu ay ki, Allahın fəzilət ayıdır, kərəmət ayıdır, rəhmət ayıdır, məğfirət ayıdır. Bu aydan gözəl şəkildə istifadə eləyək. Növbəti mövzumuzda artıq digər nəfsin, ruhun islahı yönündə digər əməllərə işarə eləyəcək Allahın izni ilə. Allahümmə inna nəsəlükə və nəduvuk bismikəl əzimil əzəm və cəllil əkram və bil Hüseyni ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Rahman, ya Rahim. Ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. İlahi sənə ant verirəm izzətinə, cəlalına. Tutulan oruçları, edilən duaları, ibadətləri bizdən ali dərəcədə qəbul etkinən. Allah bizi tövbəsiz bağışlamamış qəbr evinə aparma günən. Allah sənə ant verirəm izzətinə, cəlalına, aqibətimizi xeyirlə xətm etkinən. Allah dünyanın hər bir yerində müsəlmanlara öz lütfünlə, öz inayətinlə köməyini əta etkinən. İlahi sənə ant verirəm izzətinə, cəlalına. İlahi dünyasını dəyişənlərə
öz rəhmətinə əta etkinən, boynumuzda haqq olanların ruhun şad etkinən, İlahi, İmam-ı Zamanının qəlbimizdən razı etkinən, o ağamızın zuhurunu təcil etkinən, İlahi, o ağanın zuhurunda, gəlişində bizi onun köməkçilərindən, onun yar-ı ənsarından qərar verginən və haqqı Muhammedin və aleyh və hörmətə surətil mübarəkətil Fatihəti mə'əs-salavat.